Bilirsiniz, Rusiyanın bu dəqiqə əli yumuşaqdır. Nefti bol, gazı bol, taxta şalbanı bol. Fransa prezidenti Emmanuel Macron da söz verin, bundan sonra sərt sözlər işlətməyəcəm siz verir. Emmanuel Macron bildirir ki, Rusiya vurulmalıdır, qoşun yeritməliyik, filan fəsməkan. Amma reallıqda Fransa Rusiya neftinin Avropada ən böyük alıcısıdır bu dəqiqənin özündə də. Digər tərəfdən, Avropa çox danışır, yardım edək. Məsələn, təyyarə göndərir, şimdi göndərir. Tank əleyhinə raket qurğusu göndərir, raketini göndərir. Raketini göndərəndə qurğunu göndərir. Yəni, əlindən gələn edir ki, bu məsələ mümkün qədər uzansın. Putin də bunu bilir. Putinin birdən-birə cürətlənməsi, migrantlara qarşı kampaniya başlaması, bunlar hamısı bütün dünyada anti-migrant dalğasının olmasıyla bağlıdır. Migrantlara qarşı vəziyyət ABŞ-da da sərtləşir, Fransada da sərtləşir, bütün Avropa ölkələrində sərtləşir, Yaponiyada da monoetnik ölkə olur. Heç kim gəlmələri sevmir. Heç kəs artıq migrantlar istəyir. Avropa tolerantlıqdan bezdi. Biraz tolerantlıq oynadılar, biraz multikulturalizm oynadılar, biraz filmlərində qara dərilər çəkdilər, elədilər. Sonra gördüm, çünki onların xislətində dözümlülük yoxdur. Siz mənə inandıra bilməzsiniz ki, Avropa humanizmin beşiğidir. Avropa humanizmin məzarıdır. Çünki öz övladlarına qarşı humanist olmayıb. Yəni Avropa necə ola bilər ki, digərlərinə humanist olsun? Tamamilə doğru. Varfolomey gecəsini mən uydurmamışam. Hugenotlar faciəsini mən uydurmamışam. Gizlər faciəsini mən uydurmamışam. Sonra Komprotikos üsyanını mən uydurmamışam. Bir gecənin içində 100 minlərlə idealistləri öldürən mən olmamışam. Katolikizmin özündə müqəddəs Benedikt tərəfdarları ilə, müqəddəs Andi və müqəddəs Januari tərəfdarları arasında olanları mən uydurmamışam. Xristianlığın özündə katolikləri, pravoslavları öldürün, mübahdır, savabdır deyən mən olmamışam ki, onları monofizit eskaliat adlandırırlar. Yəni onlar yer istəyirlər də, yəni Latın dilindədir. Tamamilə dindən uzaq sözlər deyil, adamlar adlandırırlar. Yəni da müsəlmanlardan pis sayırlar. Və tarix bu, əsrlər bu, müsəlmanlar Avropa ədəbiyyatında, nəzmində, sənədlərində murdar varlıq kimi qələbə verilir. Hər ki tərcüməsi budur. Yəni mənə, babalarıma murdar varlıq deyən adama mən necə inanım indi? Axı dəyişməyib. Vallah dəyişməyib. Yaxşı, dəyişibsə, vaxtınız olarsa aydın. Zəhmət deyilsə, Almaniyalı jurnalist Günter Wallraff vardı. İndi də var. Günter Wallraff'ın kitablarını oxuyun. Görün Almaniyada türklərə münasibət necədir. Elə bu sizin tamaşaçılarınız arasında Almaniyada, Fransada, İtaliyada yaşayanlar var. Görsünlər müsəlmanlara və türklərə bir var rəsmi münasibət, bir var məişət səviyyəsində münasibət necədir. Rusiyanın özündə Azərbaycanlılara və ümumiyyətlə müsəlmanlara münasibət necədir. Bizi qoyun bir kənara Rusiyanın Federasiyasının tərkib hissəsi olan Dağıstan, Çeçenistan, Çuvaşiya, Udmurtiya, Tataristan, Kabarda-Balkar, Çerkesiya, İnguşetiyadan olan Rusiya vətəndaşlarına, Rusiya şəhərlərində münasibət necədir? Onların nələr demirlər, nə təhqirlər demirlər. Məsələ budur. Məişət natsizmini, məişət irqçiliyini heç kəs ləğv etməyib. Siz elə bir irqçiliyi Amerikada yoxdur. Var, var. Mən sizə yüzlərlə video göstərə bilərəm ki, sadəcə qara dərli olduğuna görə adamı küçədə tutub polis vəhşicəsinə döyür. Niyə? Çünki qara dərlidir. Niyə? Çünki potensial cinayətkarsın. Sən qara dərlisən, deməli sən potensial cinayətkarsın. Sən müsəlmansınsa, sən potensial cinayətkarsın. İslam terrorizmi deyirlər. Xristiyan terrorizm müsəlman yaratmırdı. Həşəşinlər Mahmud Əl-Səbah deyirlər güya. Həsən Mahmud İbn İlyas bin Səbbah deyirlər də ona. O yaratmayıb həşəşinlər. Onu yaradan səlibçilər olub. Birinci Theodorix olub. Tripoli knyazlığında, Edessa knyazlığında yaranıb bu iş. Sonra gedib Sabaha çatıb məsələ. Hristiyanlıq niyə Hristiyan terrorizmi deyilmir? Ben İrlanda Respublika ordusu, Fransa'da ve Almanya'da Rota Army fraksiyon, mən uydum. Bu hamısı Müslümanlardı. Belki IŞİD'i yaradan Müslümanlardı. Değil.
Əl-Qaidanı yaradanlardır. Mən sizə Guardian qəzetini göstərə bilərəm ki, Usama bin Laden'lə tam bir səhvə müsahibə alaraq onu qəhrəman kimi təqdim etmişdi Guardian qəzeti. Nə oldu birdən-birə? Necə olur Almaniyada, Britaniyada, Fransada, İtaliyada, elə həmən Macaristanda, Portugaliyada, elə Avropanın istənilən ölkəsində xristianlar bir araya gəlirlər, dindarlar, partiya qururlar, adını qoyurlar, xristian demokrat, xristian sosialist, xristian liberal, xristian konservativ partiyası. Amma müsəlman bir partiya yaradıb, adına İslam sözünü əlavə edəndə olur terrorçu. Niyə? Nə üçün? Və bütün İslam hamısı İrandakı klerikal rejim və yaxud da Əfqanistanda ya Pakistanda olan radikal qruplaşmalardan ibarətdir. Və bütün İslam İhvan-ı Müslümin əxilərdən və yaxud da Fətullah Güləncilərdən ibarətdir. Biz nə qədər bizə verilən bu yalanlara aldana yaşayacağıq? Nə qədər biz Ukraynaya qələbə arzulayacağıq? Ukraynaya qələbə arzulamaq lazım deyil. Ukraynanı qələbədən məhrum edənləri faş etmək lazımdır hər gün. İdeoloji müharibə gedir bu dəqiqə. Sizin, mənim, övladlarımızın beyinləri, şuurları uğrunda müharibə gedir. Bizi tariximizdən ayırmaq istəyirlər. Bizə demək istəyirlər ki, əxlaqsızlıq həyat normasıdır, siyasi əxlaqsızlıq, məişət əxlaqsızlığı, dövlət səviyyəsində əxlaqsızlıq Avropa ölkələri Ukraynaya qarşı edib də etməyə davam edir. Buna qarşı çıxanlar nasıl deyirlər radikal? Kim çıxır buna qarşı? İlham Əliyev çıxır, Orban çıxır, Erdoğan çıxır. Onları hədəfə alırlar. Orbanı məsxərəyə qoyurlar, Avropadakı az qalıb dəli deyirlər. Orban dəli deyil. Orban Avropanın cərrah dəqiqliyi ilə göstərir onu yaratmaz cəhətlərini. Xanım Meloni çox böyük sayğı bəslədiyim İtaliyanın baş naziri. Olanlı deyil. Bəli, mən Marine Le Pen'i heç vaxt sevməmişim və ona rəğbətim də heç vaxt olmayıb, olmayacaqdır. Amma Marine Le Pen deyir, igidi öldür, amma haqqını ver. Marine Le Pen'in dedikləri arasında bu dəqiqə çoxsa həqiqətdir. Avropanın saxta, ikiyüzlü, yaramaz siyasətindən bağlı. Bizə də onu deyirlər. Söz azadlığı olmalıdır, azad seçki olmalıdır, razıyam, olmalıdır. Amma kimin üçün və niyə? Nəyin uğrunda, bəli. Trump bəyəm dəli idi ki, Bakıda nümayişlər olur, biz bunları cəzalandırır, biz pis olur. Amma Trump deyir ki, Amerika cəmisi iki cins var, kişi və qadın, bitdi. Üçüncü cins yoxdur. Ola da bilməz. Allah Teala bizi iki cins yaradır. Başqa cür ola bilməz. Siz dodağını pamada çəkən şir görəndə mən o məsələni qəbul edəcəm. Axı dodağını pamada çəkən şir olmur. Ya da diyeta saxlayan pələng olmur. Sumuzi yiyən pələng olmur. Kes pələngdir, mən bugün detoksdayam, mən bugün ət yeməyəcəm, mən bugün ancaq Almanya armud yeməklə dolanacam. Bizə onu deyirlər. Bizə deyirlər, siz təbii sərvətləriniz sizin deyil, bizimdir. Siz bizə təbii sərvətlərini verəcəksiniz, biz sizə muncuq verəcəyik, güzgü verəcəyik, rəngbərəng kitablar verəcəyik, oxuyacaqsınız. Bizə deyirlər, siz tarixinizi unudun, saz pisdir, boğam pisdir, meyxana pisdir, hamısı pisdir. Yaxşı olan nədir? Rockdur, bluesdur. Və biz deyəndə ki, yaxşı, şərqdə ilk operanı biz yaratmışıq. Operanı yaradanlar İtalyanlardır. Operanın kökündə duran nədir? Mezza Italiano, yəni İtalyan küçə mahnılar, küçə pis mənada yox ha. İtalyanlar keyfləri kökələndə, Allah onların canını sağ etsin, küçəyə çıxıb serenadalar oxuyurlar. O sonradan ariozo formalı, aria və ariozo formatına düşür. Pianissimo, cantare, fortissimo, müxtəlif məsələlər var orada. Mən ora getmək istəmirəm. Amma bu xalq yaradıcılığıdır və Allah qəni rəhmət etsin. Dahi Üzeyir bəy də, onun çox gözəl təhsili olduğuna görə o İtalyanların yolunu təkrarlamadı, təkmilləşdirdi. Azərbaycan xalq sənətini, xalq musiqisini operaya gətirdi və şedevrlər yaratdı. O bizdən sonra da 100 illər, əsrlər boyu yaşayacaq. Çünki Azərbaycan musiqisindəki ladlar, Azərbaycan miflərində, nağıllarında, nənələrimizin bayatılarında, babalarımızın olavarlarında olan tərbiyəvi, etik elementlər bu elə-belə deyil, bu əsrlərdən süzülüb gələn məsələ. Bizə deyirlər unudun. Ukraynalıları deyirlər, sən Vışıvankanı, xalq geyimini unutmalısan. Sən unutmalısan geyimində, yeməyində, hər şeyində. Siz biz deyəndə döyüşəcəksiniz, biz deyəndə öləcəksiniz, biz deyəndə məğlub olacaqsınız. Zelenski də deyir, niyə?
Niyə biz öz həyatımızı yaşaya bilmərik? Kim ixtiyar verir sizə ki, bizim həyatımızı müəyyənləşdirirsiniz? Bu sözü biz 27 il dedik qərbə. Eşitmədilər. Qərbində Zelenski eşitmək istədir. Zelenskiyə verilən vədlər, Zelenskiyə verilən bütün yardımlar, bunların arxası çox pis olacaq. Çünki Qərb dediyi sözlərin əleyhinə olaraq bir senti boşuna vermir. Qərb insanının canı çıxar, pulu çıxana qədər. İkinci istəyəndə də o sərşə və tikan nağlındakı kimi deyir ki, ver. Bəli. Geri qaytar. Və əsas məsələ bilirsiniz nədir? Rəhmətli Çingiz Aytmatov manqurt obrazını yaradanda onu elə belə yaratmamışdı. Manqurtluq sadəcə şərqdə deyil, qərb insanıdır. Bizi manqurta döndərmək istəyir. Ukraynanı da, Moldovanı da, Gürcüstanı da, Azərbaycanı da, Türkiyəni də, keçmişimizi unudaq, hər şeyi unudaq. Bax, mən ironiya ilə dedim, Erdoğan niyə dahi siyasətçi? Erdoğan hakimiyyətə gələndən sonra Osmanlı dönəminə aid serialların sayının artırılmasına göstəriş verir və dövlət başladı bunu maliyyələşdirməyə. Ona görə Möhtəşəm Yüzyıl ilk pioner oldu bu işdə, ondan sonra başladı bu seriallar çəkməyə. Türk özünə qayıtmalı, Türk özünü bilməli. Ona görə cənab Orban Şuşaya gəldi, ona görə cənab Orban Macaristan Türk Dövlətlər Təşkilatını üzv elədi. Çünki bəli, o tarixi yaddaşı bugün oyatmasa, bəli, müqavimət gücü yarada bilmərik. Biz Türk deyilik, deyə bilərlər. Çünki xristiyandır. Amma xristiyan olmaq, Türk olmamaq demək deyil. Qaqozlar da xristiyan, Türklər. Bəli. Macaristanın adındadır ulu babalarımızın adı. Hungari. Hunların vətəni. Bəli, Hunların diyarı, Hunların yurdu. Bəli, Hun vətənidir. Və onların ən böyük gölü də, gölü adı Türk sözdür, Balaton. Yəni, orada Buktan vardı, bir də Balaton. Balaton deyilir. Və uzun-uzun bu istiyografiya və istiyosofikaya getmək olar. Sözüm onda deyil. Bizə deyirlər, bunların hamısını unutun. Unudun, biz deyəlidir, zombiləşin. Zombiləşəndən sonra bizim halımız, seçimsizlik, bir adada, Espanyola adasında, Karib dənizində yerləşən iki dövlət var. Biri Dominikan Respublikasıdır, biri Haitidir. Haiti acından olur. Dominikan Respublikası turizm hesabını yaşayır. Və düşünürlər xoşbəxtdir. Xoşbəxt deyirlər. Haitidəkilərdən də bədbəxtdirlər. Çünki bütün iqtisadiyyatı turizm asılıdır. Sabah çomağın o bir üzünü çevirəndə Qərb, Dominikan olacaq Haiti. Məsələ bundadır. Erdoğan bunu başa düşdü. Başa düşdüyü üçün ölkə iqtisadiyyatını, sənayesini, hərbi sənaye kompleksini inkişaf etdirdi. Biz bunu başa düşürük. Ona görə deyirik ki, Bloomberg agentliyinin bir burada nümayəndəsi olmalıdır, Reuters'in bir nümayəndəsi, BBC-nin bir nümayəndəsi. Deyilə yox, siz söz azadlığını boğursunuz. Nə edirik? Sizin Azərtacın və yaxud da Trendin və yaxud da Prime TV-nin Londonda bir akreditasiyası ola bilər, amma bizim orada saysız sayda əməkdaşlıq işləyirlər. Niyə axı? Özə sizin vətəndaşlarınızdan sizin problemləri qabardacaq bir tezislərlə və bu necə mümkün olacaq bir şeydir? Bunun adına qrant deyirlər və qrantlar da necədir? Azərbaycanın sosial təminatı az həssas təbəqələrində məmur korrupsiyasına qarşı etiraz formaları. Məsələn, konkret layihənin adını deyirəm. Azərbaycanda erkək nikahların qarşısının alınmasında dövlət strukturlarının fəaliyyətsizliyini sübut edən faktlar. Və yaxud yadınızda da Azərbaycan Aran bölgələrini su basmışdı. Daşqınlar olmuş. Kür daşqınları. Daşqınların suyu qurumamış. 4 qrant layihəsi ayrıldı ki, daşqınlarda insanlar necə pulunu ala bilmirlər. Hə də daşqının suyu çəkilməyib, ha. Razıyam, bəzən məmurlar dövlət davar verir, inək verir. O inək ayaq üstü ölür. Yəni, bizim bardaniyana oxşur o inək. Və bunu da məmur götürür, orada yazır ki, biz buna bir naxır verdik. O məmur cinayətə cəlb olunmalı. Dövlət fermerinə vəsait verir. Kəndli dövlətin əfəndisidir. Kəndli bizim ruzimizdir. Kəndli qardaşlarımız, bacılarımız, biz sizlə bu dəqiqə rahat danışmağımızın təminatçısıdır. Gecəni gündüzə qatırlar. Biz hələ yuxudan durmağı düşünəndə onlar artıq tarladadırlar. Əli qabardır bütün. O bacılarımızın, qardaşlarımızın, böyüklərimizin. Məsələ bundadır. Bizi bunların hamısından deyirlər, unudun. Biz deyir, Paşinyanla sülh müqaviləsini imzalayır. Ukraynaya gəldikdə deyir, Ukraynanı dəstəkləyirik. Bitti. Mən də dəstəkləyirəm.
Sonra